Dostlar salam, здравствуйте. Rus dili asanlıqla öyrən kanalından hər kəsi salamlayıram və biz sizinlə əmr xahiş formasında olan cümlələri tərcümə etməyə davam edirik. Tərcümə etməzdən öncə dərsi bəyənməyi unutmayın. Gəlin başlayaq. Növbəti söz sağollaş. Necə olacaq? Əlbəttə ki, pопрощайся. Pопрощайся. Bir nəfərə deyirik, təkdədir. Pопрощайся. Pопрощайся. Cəmdə olacaq, pопрощайтесь. Bu burada mütləq olmalıdır. Topu mənə at. Necə tərcümə edəcəksiniz? Əmr xahiş formasında olan feili tərcümə etməyə birinci başlayırıq, sonra qalan sözləri. Deməli, at, брось мне мяч. Брось мне мяч. Burada mənə, мне olacaq, olduğu kimi tərcümə olunacaq. Nəyə görə? Çünki sizə tərəf atılacaq. Sizə tərəf nəsə ediləcək. Buna görə də olduğu kimi tərcümə edirik. Брось мне мяч. Брось мне мяч. Telefonu yerə atma, sınacaq. Birinci feildən başlayır tərcümə etməyə. Sonra isim, sonra yer. Hara, yerə. Sonra da vergüldən olan sözü tərcümə edəcəyik. Tərcümə edin. Deməli, atma. Biz əgər ümumiyyətlə deyiriksə və yaxud həmən anda dediyimiz halda da yenə də davam edici formadan biz əmr xahiş formasını quracağıq. Deməli, atma. Не бросай telefon на pol yerə. Sınacaq. Сломается. Hələ sınmayıb. Ona görə də burada feil gələcək zamanda olacaq. Не бросай telefon на pol. Сломается. На pol vurğu o-ya da düşsə, yenə də danışıqda normaldır. Amma daha çox napıl deyilir və o eşidilmir. Napıl, napıl. Сломается. Vurğu aya düşür, o a kimi tələffüz edilir. Və burada t, sə, ça kimi tələffüz olacaq. Сломается. Telefon özü sınacaq, buna görə də sə olmalıdır. Əgər kimsə sındıracaqsa, olacaq сломает. Он сломает, o sındıracaq. İndi ya сломаю, mən sındıracağam. Amma burada telefon özü düşüb sına bilər. Daha doğrusu biz burada sınacaq deyirik. O zaman sə olmalıdır. Сломается. Может сломаться da demək olar. Sına bilər. O zaman может sözündən sonra feil dəyişilməz formada, infinitivdə olacaq. Может сломаться. Amma burada sınacaq. Сломается. Növbəti söz oyanın cəmdədir. Necə olacaq? Oyanın. Проснитесь. Bir nəfərə deyiriksə olacaq проснись, amma bir neçə nəfərə olacaq cəmdə проснитесь. Yerinə qoy. Necə tərcümə edəcəksiniz? Yerinə qoy. Положи на место. Положи на место. Положи на место. Burada po mütləq olmalıdır. Положи. Bura qoyma. Videonu fasiləyə qoyub özünüz tərcümə edin, dostlar. Əgər çətinliyiniz varsa, bu zaman tövsiyə edərəm sizə dərslərin özünə yenidən baxasınız, yaxşı öyrənəsiniz, sonra artıq yoxlama işinə keçid alasınız. Sizdən bir xahişim də olacaq. Dərslərə baxdığınız zaman reklam çıxır. Həmən reklamlara baxdığınızdan sonra dərslərə baxmanızı xahiş edirəm. Növbəti cümlə. Bura qoyma. Qoyma sözü inkardadır. Necə tərcümə edəcəksiniz? Не клади сюда. Не клади. Düzgün forması не кладиdir. Amma danışıqda не ложи demək olar. Не ложи сюда. Не клади сюда. Bu daha düzgün formasıdır. Danışıqda не ложи сюда demək olar. Bura, сюда, ora, tуда. Uzan yat. Artıq gecdir. Uzan yat. Ложись спать. Уже поздно.
Ложись спать. Уже поздно. Yerə uzanın. Uzanın necə olacaq? Ложитесь на пол. Burada cəmdədir. Uzanın. Və əgər siz deyə müraciət edirsinizsə, o zaman da əlbəttə ki, cəmdə olacaq. Ложитесь на пол. Mənə borc 10 manat ver. Deməli, əmr xahiş feilindən başlayacaq tərcümə etməyə və burada əlbəttə ki, xahiş edirəm sözü də uyğun olacaq. Пожалуйста, пожалуйста, дай мне borca в долг 10 manatов. Взаймы demək olar, amma daha çox danışıqda в долг deyirik. В долг 10 manatов. Пожалуйста, дай мне в долг 10 manatов. İşinlə məşğul ol. Necə deyəcəksiniz dostlar? İşinlə məşğul ol. Burada bitmiş formada da demək olar, davam edici formada da. Deməli, işinlə məşğul ol. Zаймись делом. Или займись своим делом. Və əgər davam edici formada nə halda biz deyə bilərik? Öz işini edə-edə kiminsə işinə qarışırsa, o zaman biz deyə bilərik занимайся своим делом. İşinlə məşğul ol. Amma daha çox bitmiş formada deyilir. Займись своим делом. Займись своим делом. Или занимайся своим делом. Başqa şəxsin işinə qarışma. Занимайся своим делом. Öz işinlə məşğul ol. Növbəti cümlə. İdmanla məşğul olun. Məşğul olun. Занимайтесь спортом. İdman həm sport, biz bildiyimiz idmandır, həm də səhər etdiyimiz idman olacaq зарядка. Занимайтесь зарядкой или занимайтесь спортом. Gəlin burada занимайтесь спортом kimi tərcümə edək. Занимайтесь спортом. Onun xətrinə dəymə. Не обижай ее. Onun əgər qadın cinsindədirsə həmən şəxs, əgər kişi cinsindədirsə olacaq его. Yəni biz qadın cinsində götürək həmən şəxsi. Deməli, onun xətrinə dəymə. Не обижай ее. Burada şəxs kim ki xətrinə dəyir vacib deyil. Qadın cinsindədir ya kişi cinsində. Əsas kimin xətrinə dəyirlər? Elə bil ki, həmən şəxs mütləqdir. Qadın cinsində ya kişi cinsində biz qeyd etməliyik. Deməli, onun xətrinə dəymə. Не обижай ее. Не обижай ее. İnciməyin. Necə tərcümə edəcəksiniz? İnciməyin. Не обижайтесь. Bir nəfərə deyiriksə, не обижайся, incimə. İnciməyin olacaq. Не обижайтесь. Не обижайтесь. Tərpənmə. Bir nəfərə deyirik. Necə olacaq? Tərpənmə. Не двигайся. Не двигайся. Əl üzünü yu. Əl üz. Burada deyək ki, iki sözdür, amma rus dilində bir sözlə biz deyəcəyik. Necə deyəcəyik dostlar? Və yu sözündə biz elə bil ki, birlikdə deyəcəyik və demək olar ki, məntiqi tərcümə olunacaq burada. Əl üzünü yu, rus dilində bir sözlə ifadə olunacaq. Necə? Умойся. Умойся. Əl üzünü yu. Умойся. Умойся. Ancaq bu fikir bir sözlə ifadə olunur. Amma burada əl üzünü sil olacaq. Протри лицо и руки. Или руки и лицо. Протри руки и лицо. Вытри руки и лицо da demək olar. Deməli, həm протри, həm вытри. Вытри руки и лицо. Burada əl desək də biz cəmdə nəzərdə tuturuq. Rus dilində bu daha aydın bilinəcək. Ruki и лицо. Ruka deyə bilmərik. Вытри или руку. Вытри руку demək olmaz. Nəyə görə? Çünki biz bir əli nəzərdə tutmuruq. Əlləri nəzərdə tuturuq. Əlləri, üzü deyə bilərik. Əllərini və üzünü sil. Əl üzünü də deyə bilərik burada. Gəlin
Necə tərcüməni yazdımsa, bu cür gəlin yazaq. Əllərini və üzünü sil. Əllərini və üzünü sil. Əllərini və üzünü sil. Üzünü və əllərini sil də demək olar. Burada yer dəyişikliyi də edə bilərsiniz. Вытри лицо и руки. Növbəti cümlə. Bu sarı əski ilə masanı sil. Протри стол этой желтой тряпкой. Протри стол этой желтой тряпкой. Bu əski ilə. Этой желтой тряпкой. Протри стол этой желтой тряпкой. Gəlin növbəti iki cümləni mən sizə tərcümə etməyərək verim. Siz özünüz çalışın, tərcümə edin, şərhlərdə yazın, yoxlayacağım. İnanıram ki, asanlıqla tərcümə edə biləcəksiniz. Deməli, bu iki cümlə gəlin sizin üçün oxuyum. Saçlarını dara və onu müdafiə etmə. Necə olacaq dostlar? Şərhlərdə yazın, gözləyəcəm. İnanıram ki, asanlıqla tərcümə edə biləcəksiniz. Hər birinizə təşəkkürümü bildirmək istəyirəm. Kanala abunə olmusunuz, dərslərdən yararlanırsınız, xoş sözləri mənə yazırsınız. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Спасибо вам большое.